Oyuncaqlar uşaqları əyləndirir, amma indi bəhs edəcəyimiz oyuncaqların mahiyyəti başa düşülən deyil. Son dövrlər Squishmallows adlandırılan o müxtəlif heyvanlar, təbiət mövzuları və cizgi film personajları ilə dizayn edilən uşaqlar elə böyüklər arasında da populyarlıq qazanan anti-stres oyuncaqları ölkəmizdə də geniş yayılıb. 2017-ci ildə Kelitoy adlı şirkət tərəfindən yaradılan bu tip oyuncaqların yeni növlərinin uşaqlarda və valideynlərdə də patomimiya adlı nadir psixi xəstəlik təhlükəsi yaratmasına dair iddialar var. Nə üçün belə oyuncaqlar təhlükəli hesab edilir? Əməkdaşımız Ağca Ələskərli mövzunu ətraflı araşdırıb, baxaq ki, məlumatlı olaq və təhlükənin qarşısını vaxtında ala bilək. Oyuncaq uşaqların ən sevimli əyləncəsidir. Onlar saatlarla oyuncaqlarla vaxt keçirir, təmasda olur, sanki oyuncaqlarla öz kiçik dünyalarını qururlar. Amma valideynlər bugün uşaqları əyləndirən həmin oyuncaqların təhlükəsindən xəbərsizdilər. Sadəcə uşaqlar ağlamasın, sırf onlar istəyir deyə almağa məcbur olurlar. Antistres mahiyyətə malik oyuncaq hesab edilən bu növlərlə bağlı videoçarxlar TikTok və digər sosial şəbəkələrdə geniş yayılıb. Məsələn, bu yumşaq oyuncağın üzərində sızanaqlar var və onları sıxmaq mümkündür. Trendə çevrilən ən məşhur model isə uşağın üzüdür. Mütəxəssislər deyir ki, bu təhlükəlidir, çünki ağlı hələ tam formalaşmamış uşaqlara mənfi təsir göstərir. Belə ki, onlar sonradan sızanaq sıxma prosesini öz üzərində həyata keçirməyə başlayırlar. Hətta iş o yerə çatır ki, nəyisə sıxmaq həvəsi ilə təmiz dəriyə zərər verirlər. Gördüklərini təkrarlamaqla dərisinə zərər verə bilir. Təbii ki, üzdə hər hansı bir nöqtə, bir səpki, mənşəyi bəlli olmayan, deyək ki, bu sızanaqları uşaqlar müdaxilə edir. Bəzən bunlar dəri törəmələri, xallar adlandırdığımız dəri törəmələri də ola bilər və bu törəmələrə də müdaxilə etdikdə və yaxud da hər hansı bir səpki elementinə təbii ki, ikincili infeksiya qoşula bilər. Gələcəkdə çox böyük, ciddi ağırlaşmalara səbəb ola bilər. Qeyd edək ki, sözügedən oyuncaqlar Rusiyada geniş yayılıb. Qonşu ölkədə hətta analar artıq xəstəxanalara müraciət etməyə başlayıblar. Xəstələrdə patomimiya inkişaf edir. Adam elə gəlir ki, onun hər yerində sızanaqlar var. Uşaqlar da istəyirlər, alırıq məcburən. Təhlükələrini bilirsinizmi həmin oyuncaqlar? Əfsus ki, onu bilmirək. Bu tip oyuncaqlarla oynayırlar? Hə. Uzaq tuta bilmirsiniz? Yox. Oyuncaq satışı ilə məşğul olan bir neçə mağaza ilə maraqlandıq, lakin sözü gedən oyuncaq hələ ki mağazalara gətirilməyib. Bizdə yoxdur onlar. Oxşar modellər var, amma bu da ki, yəni psixologiyaya belə deyəndə pis təsir yoxdur. Stres fonunda müəyyən daxili narahatçılıq yaşayanda özünə zərər verirlər və belə halda üz cizgilərinə zərər vermək, üz dərisinə zərər vermək onlarda patomimiya, psixi pozuntuya gətirib çıxarır. Valideynlərə tövsiyə edirik ki, evladlarınıza oyuncaq seçim eləyəndə mütləq şəkildə oyuncağın keyfiyyəti ilə bərabər uşağınızın yaşını nəzərə alın. Oyuncağın nə dərəcədə vahiməlidir, qorxuncdur. Yəni gələcəkdə bu uşaqda hansısa psixoloji gərginliklər, qorxular yaratmasın. Bir daha unutmamalıyıq ki, bugün düşünmədən, fikirləşmədən aldığımız istənilən oyuncaqlar sabah uşaqların səhhəti, həyatı üçün ciddi təhlükə yarada bilər. Ağca Ələskərli, Elvin Muradov, ATV Xəbər.